Təsəvvür eləyin ki, bir ağac ola və 100 kiloqram meyvəsi ola, üstəlik də Lənkəranda ola. Bəli, söhbət halabon meyvəsindən gedir əziz tamaşaçılar. Elə əməkdaşımız Nuranə Tələt qızı da Lənkərandadır. Gəlin elə birbaşa bağlantıya keçək. Sabahın xeyir Nuranə, necəsən? Sabahın xeyir olsun Nuranə. Buyur, biz səni eşidirik. Salam, sabahınız xeyir telesəhər izləyiciləri, əziz həmkarlarım. Bu dəfə isə sizləri Lənkəranın Vələdi kəndində 5 hektar ərazidə salınmış subtropik bitki olan hallabong meyvələrinin və bu ağacların yanından qarşılayıram, salamlayıram və yanımda da Vəliyev Elgiz bəy var, təsərrüfatçı, bu sahənin sahibi, həm də illərdir ki, aqronomdur. Sitrus meyvələri haqqında, ən əsası da hallabongun haqqında, onun tarixi haqqında bizlərə məlumat verəcək. Sabahınız xeyirli olsun Elgiz müəllim. Sabahınız xeyir olsun. Xoş gəlmisiniz. Həmişə siz gələsiniz. Siz gələndə biz elə reklam oluq da, reklam eləmək olmaz. Hallabon meyvəsi 2015-ci ildə Koreyadan gətirilib, Lənkəranda əkilib. Lənkəranın iqlimi ilə subtropik bölgə olduğuna görə, iqlimi ilə uyğun gəldiyi üçün və yaxşı da inkişaf edib, gördüyünüz kimi yaxşı inkişaf edib. Hal-hazırda hallabon bitkisi ümumiyyətlə 3 dəfə məhsul gətirir və hal-hazırda bunun ikinci dəriminin vaxtıdır. İkinci dəriş etmək istəyirik və gördüyünüz kimi bu hallabon həm də ki şəkər xəstəliyinə köməklik eləyir. Şəkər xəstəliyi immunitetləri olanın şəkəri aşağı salır. Mənşəyi hardandır? Mənşəyi Koreyadan gətirilib, amma əslində Yapon mənşəli və Koreyadan gətirilmişdir. Bizdə bunu calaq ediblərmi? Bizdə də calaq olunub, amma biz bunu Koreyadan gətirmişik, amma bəzi yerlər var, keçənki şaxtalar vurduğuna görə bəzi yerləri bərpa eləmək fikrimiz var. Bərpa eləmək üçün də bunların çubuqlarından verib tink halına salmışıq və yaz aylarında artıracağıq bunları. Çox sağ olun, təşəkkür edirik və artıq həqiqətən də bir neçə gündən sonra yığıma başlanacaq. Mən də sizə qeyd etmək istəyirəm ki, hallabongun bir ağacında 100 kiloqram meyvə ola bilir və qeyd edeyim ki, bunun qabığı, qalınlığı, şirinliyi bunun özünün 300-400 qram çəkiyə gətirib çıxarmasına səbəb olur bir dənəsi, bir ədədi. Bəli, mən sizlərə bağımızdan səhərin bu gözəl çağında məlumat çatdırdım. İndi isə sözü sizə studiyamıza ötürürəm. Təşəkkür edirik Nuranə.